Sual 4. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh əziz ata. Mənə deyə bilirsinizmi, əgər iblis Adəm əleyhissalama səcdə etsəydi, nə baş verərdi? Bu sual Taha adlı qardaşımız tərəfindən Amerikadan göndərilib. Bu maraqlı bir sualdır. Əgər iblis Allah Taala'nın əmrini yerinə yetirib, Adəmin hakimiyyətini qəbul etsəydi və ona səcdə etsəydi, iblis Mehdilərdən biri olardı. O, Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihin nəslindən gələn xəlifələrdən biri kimi reinkarnasiya edərdi. Bu səbəbdən bir rəvayətdə Muhammed Peyğəmbər buyurur, Mehdi cənnət əhlinin tavusu olacaq. Əvvəllər iblisin ləqəbi də cənnət əhlinin tavusu idi.